Hazırda ölkədə qıcılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir. Bu barədə Qafqazinfoya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda ölkədə qıcılca xəstəliyi qeydə alınmır. Qeyd edilib ki, su çiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır. Xəstəliyin ölkə üzrə kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır deyə əlavə edilib.